Həftəlik bürclər 5 maydan 12 maya doğru dolça əkizlər, tərəzi bürclər, hava ünsürlərini nələr gözləyir? Birinci dolçalardan başlayıq. Dolçalar bu həftə belə deyim də sevgi, şəxsiyyətlə, ailəvizlə əlaqədar olaraq sıxılan, sizi qəfəsdə saxlayan, qərarsızlığa doğru aparan, hər şeydən kısıtlayıcı bir vəziyyətdə istifadə edən və özünüzü qalxan vəziyyətinə qoyacaqsınız. Sanki bu həftə siz gizlənəcəksiniz. Ailə şəxsiyyətin baskısını öz üzərinizdə o qədər aktiv hiss eləyəcəksiniz ki, necə addımlamaq, özünüzü necə ifadə etmək, özünüzü necə önə çəkmək biraz çətin olacaq. Və ən əsas məqamlardan bu həftə itələyə bilərlər sizi. Yəni xəyanət oluna bilər, kimlərsə sizi uzaqlaşdıra bilər, kimlərsə sizi cəzalandıra bilər və yaxud da belə deyim də sizə boş yanaşa bilər. Bu həftə dolçalar çox ehtiyatlı olursunuz. İkili udar bilirsiniz nə deməkdir? Həm sağlamlıq olaraq, həm ailə olaraq, həm maddisal olaraq udarınız ola bilər ki, bu həftə o udarın təsir nəticəsində ola bilər ki, 2 həftə çərçivəsində eyni burulğanın içərisində olasınız. Bir balaca kritik həftədir, bir balaca buna fikir verməlisiniz. Dünyanı ələ almaq istəyirsiniz, çox mükəmməl bir şeydir. İnsan məqsədlərini gücləndirəndə daha da pozitiv bir məqamda olur. Sadəcə olaraq ətrafınızda olan insanlara fokuslanmırsınız. Beyninizdə hər şey analiz edirsiniz. Çünki burada təsirlər, qırağın təsiri sizə o qədər çox güclü olacaq ki, öz inamınızı, öz gücünüzü zəiflədəcəksiniz və sağlamlığa həftənin sonlarına doğru sağlamlığınızı və belə deyim, maşınla, yolla əlaqədar bəzi şeylərə fikir verirsiniz. Ümumi dəyərləndirsək dolçalar xoşum gəlmədi. 59-60%-ə qədər həftəviz uğurlu ola bilər. Əkizlərə gələndə isə əkizlərin qadınları bu həftənin kraliçaları sayıla bilər. Yəni bu həftə möhür vuracaqsınız. Əkiz qadınlardan söhbət gedir. Öz gücünüzü, öz qüdrətinizi göstərməyə bacaracaqsınız. Çünki zamanı idarə edən qadınlardan biri də siz olacaqsınız, əkiz qadınları. Amma ümumi bu həftə biraz aqressivsiz. Söz və hərəkət olaraq insanları yerinə otuzdurmaq, insanları seçib hara layiq olduqlarını göstərəcəksiniz. Bu mükəmməldir. Sadəcə olaraq bu həftə biz nəyə ehtiyatlı olmalıyıq? İstəyimizə, nəfsimizi, arzumuza fikir verməliyik. Çünki bu həftə istək və nəfsimizi yuxarı qaldırdıqca biz düşürük. Enerjimiz, ətrafın bizə qarşı baxışlar falan hamısı düşür. Amma buna baxmayaraq bəzi nüanslarda evrənin sizə göndərdiyi işarələr olacaq. Bəzi nüansda evrənin sizə göndərdiyi məlumatlar olacaq. Ailəvizlə bağlı bu günə qədər nə probleminiz varsa hamısını həll etməyə çox gözəl bir şəkildə bacaracaqsınız və özünüzü aktivləşdirəcəksiniz və istəyinizə görə zamanın hər saniyəsini idarə edəcəksiniz. Əkizlər, pis ay həftə deyil əslində qalsa, sadəcə olaraq danışıqda o qədər kəskinliyimiz olacaq ki, yəni sözü deyəcəksiniz, sonra narahat olacaqsınız, gərək biraz yumşaq deyərdim. Bir balaca buna fikir veririk, çünki bizim ağzımızdan çıxan enerjilər və retro vəziyyətdə fırlanırıq, karmik dövrdəyik, özümüzə qayıda bilər. Çünki Saturnun, Plutonun bu həftə belə deyim də güclənməsi daha çoxdur. 3 maydan başlayaraq dövriyyəni əl alırsa, bu bizi biraz incidə bilər. Əkizlər, buna fikir veririk. 74%-ə qədər həftəvizi uğurlu edə bilərsiniz. Mənim tərəzilər ruhsal enerjinizi stabilləşdirə bilmədiyi üçün fırlanırsınız. Bunu birinci düzəltmək lazımdır. İkinci növbədə gözünüz aydın, işsiz, pulsuz, maddiyyətsiz olan tərəzilər, iş, pul, maddiyyətlə bağlı özünüzü gücləndirəcəksiniz. Amma işi olan tərəzilər biraz ehtiyatlı olsun. Ola bilər mühitinizdə, ola bilər ətrafınızda sizə qarşı bir balaca, belə deyim də, sıxmalar olsun. Çünki işinizlə, pulunuzla, maddiyyətlə əlaqədar ola bilər ki, çıxıram işdən, özümü saxlayıram və yaxud da hər şeyi uzaqlaşdırmaq istəyirəm kimi nüanslarınız olacaq. Bu həftə maddisal həftədir. Tərəzilər, sevgi, şəxsiyyət, ailə üçün zamanı deyil. Bu həftə beyninizi toparlayırsınız. Bu həftə işmi, pulmu, maddiyyatını artıq düzəltməliyəm. Çünki bu zəncir sizi daha da aparacaq. Retronun aktivləşməsi pulunuzun, maddiyyatınızda olan problemlərin, negativliklərin, mənfiliklərin ortaya çıxması deməkdir. Bu isə normal deyil. Nə edirik bu həftə? Şansımız özümüzə doğru gəlir. Bəzi ayrılıq qərarları ola bilər, təkləşmə qərarı ola bilər, uzaqlaşma qərarı ola bilər. Bunları düzəltməliyik. Bu həftə çoxlu duaların özünüzü aktivləşdirin, arındırın. Qidalanmalıdır, bədəninizin buna ehtiyacı var. Həftənin sonlarına doğru bir balaca ümidsizliyə düşəcəksiniz, gücünüzü zəif hiss eləyəcəksiniz, amma belə deyim də 69-72%-ə qədər həftəvizi tərəzilər uğurlu edə bilərsiniz. Pulla, maddiyyatla bağlı beyninizi çox işə salın tərəzilər, zamanıdır.